أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله وحده والصلاة والسلام على من la nebiyye ba'dehu. İmam Tirmizi rahimehullah buyurur: Gəncin faydası elmdədir, qocanın faydası məsciddədir, qadının faydası evindədir, zərər verənin faydası isə zindandadır. Bu kəlam böyük bir ictimai və tərbiyəvi hikməti özündə daşıyır. Deyildi ki, gəncin faydası elmdədir. Həqiqətən də gənclik, güc, enerji və yaddaşın ən qüvvətli olduğu dövrdür. Bu dövr ya Allah yolunda sərf edilər, ya da nəfsin arxasınca. Gəncin enerjisi əgər elmə yönəlməzsə, çox vaxt şəhvətə, boş əyləncəyə, günaha yönələr. Allah səndən sadəcə neçə il yaşadın deyə soruşmayacaq. Səndən soruşacaq ki, o illəri hara sərf etdin və xüsusilə gənclik illərini. Çünki gənclik güc vaxtıdır, şəhvətin güclü olduğu vaxtdır. Gənclik şeytanın insan üzərində ən çox işlədiyi dövrdür. Əgər gənclik qorunarsa, insanın gələcəyi qorunar. Əgər gənclik itərsə, peşmanlıq qocalıqda başlayar. Düşün, saatlarla telefonda keçən vaxtlar, günahla keçən gizli anlar, təxirə salınan tövbələr, bunların hamısı harada sərf etdin sualının içindədir. Allah subhanahu və teala buyurur: Sonra həmin gün neymətlərdən mütləq sorğu-sual olunacaqsınız. Təkasür surəsi 8-ci ayə. Vaxt ən böyük neymətdir. Gənclik o neymətin ən qiymətli hissəsidir. Ona görə də İmam Tirmizi rahimehullahın dediyi kimi, gəncin faydası elmdədir. Çünki sabah sənə deyilməyəcək, gənclik niyə tez keçdi? Deyiləcək, gəncliyini harada sərf etdin? Allah bizi sorğu gününə hazır olan qullarından etsin. Gəncliyimizi, ömrümüzü, elmimizi və malımızı öz razılığı yolunda sərf etməyi nəsib etsin. Və sonra deyildi ki, qocanın faydası məsciddədir. Çünki qocalıq zəifliyin artdığı, dünya həvəsinin azalmalı olduğu dövrdür. Qocanın ən böyük şərəfi qəlbinin məscidə bağlı olmasıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə, qəlbi məscidlərə bağlı olanlar ərşin kölgəsində olacaq 7 sinifdən biridir, demişdir. Qocalıq əyləncə dövrü deyil, qocalıq hesaba hazırlaşma dövrüdür. Həmçinin qocalıq sadəcə yaşın artması deyil, qocalıq Allahın sənə son xəbərdarlığıdır. Gənclikdə insan özünü güclü görür, plan qurur, dünya dalınca qaçır, ölümü özündən uzaq hesab edir. Amma illər keçdikcə güc azalır, həvəs zəifləyir, dostlar bir-bir dünyadan köç edir və bir gün sənin də ömrün sona çatır. İnsan bilməlidir ki, qocalıq bəhanə deyil, əksinə bəhanələrin bitdiyi mərhələdir. Hətta qocalıq artıq dünya qurmaq dövrü deyil, bu dövr hesab üçün hazırlaşmaq dövrüdür. Əgər insan 60-70 yaşa çatıbsa, artıq dünya onu aldatmamalıdır. Çünki axirət bu cür insana daha çox yaxındır. Qocalıq iki cür olur. Biri bədəni qocalayan, qəlbi düzəlməyən qocalıq. Digəri isə bədəni zəifləyən, lakin qəlbi Allaha yaxınlaşan qocalıq. Birinci insan deyir, hələ vaxt var. İkinci insan deyir, artıq vaxt azdır. Birincinin dili dünyadan danışır, ikincinin dili zikirdən. Ən təhlükəli hal, gənc günah edəndə deyilir, cavanlıqdır. Amma qoca günah edəndə, bu artıq nəfsin köklənməsidir. Çünki şəhvət zəifləyib, güc azalıb, ölüm yaxınlaşıb, buna baxmayaraq günah davam edirsə, bu çox ağırdır. Qocalıq Allahın mərhəmətidir, əgər insan onu dəyərləndirərsə. Saçı ağarması, hazırlaş deməkdir. Əllərin əsməsi, zəifliyini unutma deməkdir. Dostların ölməsi, sıra sənə gəlir deməkdir. Ağıllı insan qocalığı qorxuyla deyil, hazırlıqla qarşılayar. Allah bizə elə qocalıq nəsib etsin ki, zikrə bağlı olaq, tövbədə sabit olaq, ölüm gələndə peşman yox, hazır olaq. Və sonra, İmam Tirmizi rahimehullah, qadının faydası evindədir dedi. Bu söz qadını kiçilmək deyil, əksinə, onun ən böyük təsir sahəsini göstərməkdir. Ev, gələcəyin qurulduğu yerdir. Orada ana bir ümmət yetişdirir. Ev dörd divar deyil, ev gələcəyin formalaşdığı yerdir. Bir qadın ya bir salih nəsil yetişdirər, ya da bir pozulmuş nəsil. Tarix göstərir ki, böyük kişilərin arxasında böyük analar olub. Ana bir uşağın hidayətinə vəsilə olur, əxlaqını formalaşdırır, şəxsiyyətini yoğurur. Küçə sadəcə təsir edir, amma əsas təməl evdə qoyulur. Uca Allah buyurur, evlərinizdə qərar tutun. Əhzab surəsi
33-cü ayə. Bu ayə qadının dəyərini göstərir. Yəni onun əsas vəzifəsi ailəni qorumaq, nəsli yetişdirməkdir. Bu kiçik vəzifə deyil, bu bir ümmət qurmaq vəzifəsidir. Bir ana uşağına namazı sevdirə bilər, ya da namazdan soyuda bilər. Halal-haram həssaslığını aşılayar, ya da laqeyd böyüdər. Bir qadının iffəti bir ailəni qoruyar. Bir qadının səhlənkarlığı isə bir nəsli sarsıda bilər. Qadının dəyəri hardadır? Dəyər göz önündə olmaqda, diqqət mərkəzində olmaqda, bəyənilməkdə deyil. Dəyər Allah qatında dəyər qazanmaqdır, ailəni qorumaqdır, əxlaqı qorumaqdır. Əgər qadın evdən çıxıb ailəni ikinci plana atarsa, uşaq tərbiyəni küçədən alar. İnternet ana yerinə keçər. Dost mühitləri ata-ana təsirini əvəz edər. Nəticədə ailə zəifləyər. Ailə zəifləyərsə cəmiyyət zəifləyər. Çünki cəmiyyət ailələrdən ibarətdir. Ona görə də İmam Tirmizi rahimehullah dedi ki, qadının faydası evindədir. Qadının evdə olması onun dəyərsizliyi deyil, əksinə onun məsuliyyətinin böyüklüyüdür. Evdə olan bir ana gecə uşaq üçün oyanır, səbr edir, tərbiyə edir. Əgər ana salih övlad yetişdirsə, o övladın hər xeyir əməlindən ona pay yazılar. Bu isə ömürdən sonra davam edən savabdır. Qadının ən böyük gücü iffətidir. Ən böyük təsiri analığıdır. Ən böyük meydanı evidir. Ən böyük mükafatı salih nəsildir. Allah müsəlman qadınları iffətli, həyalı, ailəsinə sahib çıxan, ümmət yetişdirən analardan etsin. Həqiqətən də qadının iffəti, həyalılığı və ailəni qoruması ümmətin dayağıdır. Və gəldik, zərər verənin faydası zindandadır sözünə. Biz bilirik ki, İslam mərhəmət dinidir, lakin zülmə qarşı sərtdir. Cəmiyyətə zərər verən, insanların haqqına girən, fitnə yayan insan azad bıraxılarsa, sağlam insanlar əziyyət çəkər. Şəriət cəzanı intiqam üçün deyil, islah üçün qoyub. Bəzən bir nəfərin azadlığı 100 nəfərin zərərinə səbəb olur. Belə halda onun məhdudlaşdırılması cəmiyyətin qorunmasıdır. Zikr etdiyimiz mövzudan çıxardığımız nəticə budur ki, gənc elmlə yüksəlir, qoca ibadətlə dəyər qazanır, qadın ailə ilə ümmət qurur, zərər verənsə cəmiyyət üçün təhlükəsiz hala gətirilməlidir. Hər kəs öz yerində faydalı olmalıdır. Yerini itirən dəyərini itirər. Özümüzə sual verək. Gəncsənsə, elm yolundasanmı? Qocalmısansa, məscidə yaxınsanmı? Ailə qurmusansa, evin iman yuvasıdırmı? Cəmiyyətə faydan varmı, yoxsa zərərin? Allah subhanehu və teala bizi faydalı qullarından etsin. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm belə dua edərdi. Allahım, faydasız elmdən sənə sığınıram. Faydalı olmağın yolu Allahın razılığını hədəf etməkdir. Elhamdülillahi Rabbil alemin.